Elektrikin arxasındakı sadə amma çox güclü bir qaydanı bilmək istəyirsiniz? Gəlin Ohm qanununa baxaq. Qəribə sualdır, hə? Amma cavabı Ohm qanununu anlamağın ən asan yoludur. Bu hekayənin 3 əsas qəhrəmanı var. Gərginlik, cərəyan və müqavimət. Gəlin onlarla tanış olaq. İlk olaraq gərginlik. Bu sadəcə elektriki hərəkətə gətirən itələmə qüvvəsidir. Yəni, gərginliyi nə qədər çoxdursa, itələmə də o qədər güclüdür. Çox sadə. Bax, məhz bu itələmə elektronları hərəkətə gətirir. Nəticədə isə cərəyan yaranır. İndi isə cərəyan. Bu, naqildən axan elektronların, yəni elektrik yükünün sürətidir. Boru bənzətməmizə qayıtsaq, cərəyan sadəcə axan suyun miqdarıdır, yəni axın. Ya da belə düşünün, bir qapıdan keçən insanların sayı cərəyan artdıqca axın da güclənir. Və sonuncu qəhrəmanımız, müqavimət. O, cəryanın axınına mane olan bir əyləc kimidir. Boru nə qədər dar olarsa, su o qədər çətin axar. Müqavimət də tam olaraq budur. Deməli, əlimizdə nə var? İtələmə, yəni gərginlik, axın, yəni cərəyan və sürtünmə, yəni müqavimət. Yaxşı, bəs bu üçü bir-birinə necə bağlıdır? Çox zərif bir qanunla. Gərginlik artanda cəryan da artır, amma müqavimət artanda cəryan azalır. Bax, bu qədər sadə. Bütün bu əlaqə isə çox sadə bir düsturda gizlənib. U bərabərdir, I vuraq R. Cədvəldə hər şey aydındır. Gərginlik artır, cəryan da artır. Müqavimət artırsa, cəryan azalır. Analogiyamıza qayıtsaq, təzyiqi artırın, daha çox su axsın. Borunu daraldın, daha az su axsın. Bu sadə düstur, demək olar ki, hər şeyi təhlil etmək üçün ən fundamental vasitədir. Telefonunuzdan Pekerə qədər hər şey bu qanunla işləyir. Bəs siz növbəti dəfə nəyi anlamaq istərdiniz?